Dövlət xidmətlərində şəffaflığın və vətəndaş məmnunluğunun artırılması istiqamətində yeni addım atılıb. Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən çağrı mərkəzi olmayan dövlət orqanlarının xidmətləri mərkəzləşdirilərək asan xidmət modeli üzrə vahid sistem üzərindən təşkil olunacaq. Bu çərçivədə vətəndaş müraciətlərinin operativ və effektiv cavablandırılması 108 çağrı mərkəzi vasitəsilə həyata keçiriləcək. Belə ki, uzaqdan cavablandırma mexanizmi yaradılmışdır ki, bu da əlil vətəndaşlarımızın sosial cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacaqdır. Nitq qabiliyyəti yaxşı olan, lakin hərəkət qabiliyyəti məhdud olan əlil vətəndaşlar müvafiq texniki avadanlıqlarla təmin ediləcəklər və onlar öz evlərindən də çağrı xidmətlərini göstərə biləcəklər. Digər mühüm bir məsələ isə sabit telefon vasitəsilə ölkənin istənilən yerindən ödənişsiz əsaslarla çağrı mərkəzlərinə çıxış təmin ediləcəkdir. Qeyd olunan qərar çərçivəsində eyni zamanda Nazirlər Kabinetinin 50 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət xidmətlərində çağrı xidmətlərinin təşkili qaydalarının tətbiq olunduğu subyektlərin dairəsi genişləndirilmiş. Bura mərkəzi və yerli icra hakimiyyət orqanları ilə yanaşı bütün dövlət orqanlarına ümumi tələblər şamil edilmişdir. Nəticədə ölkədə olan bütün vətəndaşlarımız dövlət xidmətlərinə daha rahat əlçatan çıxış təmin ediləcəkdir. Qeyd olunan qərar çərçivəsində 77 yerli icra hakimiyyət orqanı və 7 mərkəzi icra hakimiyyət orqanı olmaqla ümumilikdə 2500-dən çox dövlət xidmətinin asan xidmətin 108 çağrı mərkəzi vasitəsilə göstərilməsi təmin ediləcəkdir. Və bu da ümumilikdə dövlət xidmətlərinin elektron reyestrində 4000-dən çox xidmətin olduğunu nəzərə alaraq, bunun 3000-dən artığını artıq asan xidmət mərkəzləri vasitəsilə göstərilməsi təmin ediləcəkdir. Eyni zamanda bildirim ki, digər dövlət qurumları isə ya özləri və yaxud da ki, asan xidmətin 108 çağrı mərkəzinə müqavilə əsasında qoşula biləcəklər. Yaxın günlərdə biz digər dövlət orqanlarına da zəruri sənədlər, tələb olunan məlumatlarla bağlı müvafiq rəsmi məktublar göndəriləcəkdir.